Salam, hər vaxtınız xeyir. Mən Günay Həsənovum. Bugün sizə 16 iyun tarixində keçirilmiş B və BA kateqoriyası üzrə dövlət qulluğunun Azərbaycan dili suallarını izah edəcəyim. Bax, birinci sualı. Birinci sualda qardaşı məktubu qonşunun oğlu ilə göndərdi cümləsində hansı cümlə üzvləri işlənməmişdir? Göndərdi xəbər, kim qardaşı, məktubu vasitəsiz tamamlıq. Kim ilə? Qonşunun oğlu ilə. Demək, bu cümlədə xəbər, mübtədə və tamamlıq var. 1, 2, 3 olan variantları silirik. Düzgün cavabımız 4 və 5. Səhvlik və təyin yoxdur bu cümlədə. Şirin bir xatirə tək qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Nümunəsində həmcis mübtədələrinin ifadə vasitəsi nədir? Kim? Sevilərək ölənlər. Kim? Sevərək yaşayanlar. Demək, bu cümlədə iki həmcins mübtədə var. İkinci tərəf fe'li sifətlə ifadə olunub və bu cümlədəki mübtədə ifadə olunub da fe'li birləşməklə. Fe'li birləşmə. Demək, söz birləşməsinin ikinci tərəfi var. Birinci və ikinci tərəf. İkinci tərəf əsas tərəfdir. Yaşayan və ölən əsas tərəfdir. Əsas tərəf fe'lin təsriflənməyən formalarından ifadə olunduğuna görə demək, bu olacaq fe'li birləşmə. Əsas tərəf məsdər fe'li, sifət fe'li bağlama ilə ifadə olunursa, fe'li birləşmədir. Demək, bu da ifadə olunubdur fe'li sifətlə. Yaşayan və ölən. Və söz birləşməsi fe'li birləşməklə ifadə olunubdur. Yəni, fe'li sifət götürə bilmərik. Çünki söz birləşməsidir. İsmi birləşmə deyil, fe'llə ifadə olunub. Fe'ldən düzələn sifət deyil, yaşayan fe'li sifətdir. Mürəkkəb adda deyil. Düzəltmə zərfləri müəyyən edin. Cəsarətli sifətli, arıq sadədir. Bizdən də düzəltmək istəyir. Qoca güclə danışırdı. Nə tərzdə? O çəpəki baxdı. Nə tərzdə baxdı? Güclə düzəltmədir. Çəpdən. Çəpəki çoxdan. Nə zaman? Düzgün cavabımız variantı. Gözlə, bağla, işlə. Bunlar feildir. Aşağı sadədir. Bizdən düzəltmək istəyir. Birdən-birə mürəkkəbdir. Meydança isə isimdir. Quş iki qanadla uçar, yüksələr. Mən necə yüksəlim tək qanadımla? Ürəklər bu dərddən tüğyana gələr. Axar gözlərimdən yaş damla-damla. Deməli, bizdən soruşur ki, şiirdə əvəzliyin hansı məna növləri işlənmişdir? Mən şəxs əvəzliyi var. Bu işarə əvəzliyi var. Necə sual əvəzliyi var? Demək, burada işlənib şəxs, sual və işarə. Düzgün cavabımız olacaq C variantı. Milyoner Səfər lap yanıb yaxılırdı. Lap ədatı var. Yanıb yaxılırdı ki, bağlayıcı var. İndi dağ suyundan xoruz pipiyi çayı içə bilmir. Məmməd Ağanı isə bu saat dünyada ən az maraqlandıran şey çay idi. Həmçinin ən ədat yeneyi var. Bu cümlədə ədatla bağlayıcı işlənibdir. Düzgün cavabımız olacaq B variantı. Növbəti sualımız. Günün istisi şəhəri tamamilə iflic etmişdi. Küçələrdə ins-cins gözə dəymirdi. Nümunəsinin üslubu ilə eyni üslubda işlənən cümləni müəyyən edin. Demək, bu cümlə bədii üslubdadır. Bədii üslubda məcazlar var. Demək, biz də məcazilik olan cümləni tapırıq, bədii üslubda olan cümləni. Demək, düzgün cavabımız variantıdır. Qəflətən açılan atəş səsi meşədəki sükutu darmadağın etdi. Məcazlığı var və bu isə olacaq yenə də bədii üslubda. Sözlərdən hansı quruluşca digərlərindən fərqlənir? Sözlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə sözlər bir kökdən, düzəltmə sözlər kök və şəkilçidən, leksik şəkilçidən ibarət olur. Mürəkkəb sözlər isə iki kökdən ibarət olur. Çalış sözün kökü çalışqan, çalışqanlıq. Bu söz düzəltmədir. Yaxşı, yaxşılıq. O da düzəltmədir. Nazir, nazirlik. Neytral, neytrallaşdır.
Bu sözlərin hamısı düzəltmədir. İdarə və etmə, idarə etmə iki sözdən ibarətdir. Bu söz mürəkkəbdir. Ona görə düzgün cavabımız quruluşuna görə digərlərindən fərqlənən E variantıdır. Təsdiqlənməyən feillərlə bağlı uyğunluğu müəyyən edək. Yalnız feili sifət olan cümlə, yalnız feili bağlama olan cümlə, həm feili sifət, həm feili bağlama olan cümləni tapaq. Göy üzünə səpələnmiş ulduzlar, səpələnmiş feili sifəti var. Solğunlaşıb feili bağlamadır. Və A variantında həm feili bağlama var, həm feili sifət var. Demək, A3 olacaq A. Evin üstündən süzülən feili sifət, yağış suyu napsaları danqıldadıb feili bağlamadır. Həmçinin burada da feili sifət, feili bağlama var. 3 olacaq B. Yağış damlaları səpələndikcə, dıqca feili bağlama, ağacların yarpaqları xışıldayırdı. C variantında ancaq feili bağlama var. 2 olacaq C. Günəş uçurumdan o yana, ta uzaq dağlara qədər uzanan dərəni parlaq işıqla doldurmuşdu. Uzanan feili sifət var. Bu cümlədə ancaq feili sifət var. Bir D. Qoca çinarın dibindəki daşın üstündə oturaraq feili bağlama. Əlləri ilə üzünü örtüb feili bağlama. Astadan hönkürürdü. Demək, burada ancaq feili bağlama var. Ancaq feili bağlama isə D, 2C, 3 AB. Düzgün cavabımız olacaq E variantı. Vətən sözünə aşağıdakı şəkilçilərdən hansı artırılsa, sözün vurğusu dəyişməz. Demək, bildiyimiz kimi, mənsubiyyət şəkilçisidir, hal şəkilçisidir. Bunlar vurğu qəbul edir. Dakı da vurğu qəbul edir. Əgər biz o şəkilçiləri vətən sözünə qoşsaq, vətənim, vətənimiz, vətəndəki, vətəndə, hamısı düşəcək şəkilçinin üzərinə. Dır şəkilçisi vurğu qəbul etmir. Biz o dır şəkilçisini qoşsaq ora, dır şəkilçisi vurğu qəbul etmədiyinə görə yenə eyni yerdə qalacaq vurğu. Ona görə dəyişməz deyirsə, düzgün cavabımız olacaq B variantı. O məktəbə gedib gəldiyi günləri, qışda bir-birini qara basdıqlarını, yaz aylarında çəmənlikdə oynadıqlarını, kolların dibindən bənövşə yığdıqlarını yadına saldı. Nümunəsindəki feillərlə bağlı doğru fikirləri seçək. Təsriflənməyən feillərin hər üç növünə aid nümunə işlənir. Burada ancaq feili sifət var. Bu cümlədə məstər də yox. Maq şəkilçisini görmür. Ona görə bir səhvdir. Bizdən də istəyir doğru fikirləri. Bir olan variantları çıxaq. C, D, Y variantlarını çıxaq. Baxaq 2-yə. Sadə və mürəkkəb feillər işlənmişdir. Gedib gəldiyi mürəkkəb feildir. Bir tərəfi ığnar olan mürəkkəb feillərimiz var. Digər feili sifətlər isə yazdıqlarını, oynadıqlarını, bunlar isə sadədir. Feili sifətin şəkilçiləri, qrammatik şəkilçilərdir, yəni təsriflənməyən formaların şəkilçiləri yeni söz yaratmır. Ona görə orada düzəltmə yox. İki düzdür, sadə ilə mürəkkəb var. Yəni, feili sifət olanlar sadə feillərdir. Feillər məlum növdədir. Düzəltmə feil olmadığına görə təbii ki, məlum növdə olacaq. Feilin yeganə növüdür ki, sadə olur, şəkilçisi yoxdur, məlum növ. Düzəltmə feil yoxdur. Feillər məlum növdədir, 4 düzdür. Təsriflənən feil frazeoloji birləşmədir. Yadına saldı frazeoloji birləşmədir. Yada salmaq. Təsriflənən feil frazeoloji birləşmədir, düzdür. 2, 3 və olacaq 4. Feili sifətlər feili birləşmə əmələ gətirərək yalnız təyin vəzifəsində işlənmişdir. İsimləşdiyinə görə yalnız təyin yox. Feili sifət isimləşəndə cümlənin mübtədəsi də tamamlığı da ola bilər. Ona görə 5 səhv. Düzgün cavabımız B variantıdır. Söz birləşmələrindən hansının mənsubiyyət şəkilçisini ixtisar etmək olar? Bax, tülkü ov deyə bilmirəm, su çən deyə bilmirəm, sənin oxumaq deyə bilmirəm, bizim kəndimiz, bizim kənd. Demək, buradakı mənsubiyyətə ixtisar edə bilirəm. Ağacın budaq deyə bilmirəm, burada da mənsubiyyətə ixtisar edə bilmirəm. Ona görə düzgün cavabımız olacaq D variantı. Mənsubiyyət şəkilçisi ikinci tərəfdəkidir. Nümunə ilə bağlı yanlış fikri müəyyən edək. Sevgi təbiətin ikinci günəşidir.
Nümunə müəyyən şəxsli sadə cümlədir. Bəli, müəyyən şəxslidir, mübtədəsi var. Sevgi mübtədədir. Təbiətin ikinci günəşi xəbərdir. Çünki xəbər üçüncü növ təyin söz birləşməsindən ifadə olunur. Biz onları sintaktik təhlil zamanı parçalamırıq. Birlikdə cümlənin bütöv bir üzvü olur. Üçüncü növ təyin söz birləşmələrinin tərəfləri arasına istənilən qədər söz daxil olur və yenə də təhlil edəndə onları parçalamayacaq. Yəni birlikdə cümlənin bir üzvü olacaqdır. Demək, müəyyən şəxslidir, mübtədəsi var, sadə cümlədir. Yəni bir qrammatik əsası var. Cümlə üzvlərindən biri ismi birləşməklə ifadə olunur. Burada iki cümlə üzvü var. Mübtədə, xəbər. Xəbər ismi birləşməklə ifadə olunub. Yəni üçüncü növ təyinli söz birləşməsi ilə. Ona görə bir də bizdən də yanlış fikir istəyir. Sözlərdən birinin tələffüzündə səs artımı, təbiətin artır. Səs artımı baş veribdir. Nümunədə işlənmiş say təyin vəzifəsindədir. Burada ikinci saydır, amma təyin vəzifəsində deyil. Üçüncü növün tərkibində olacaq cümlənin xəbəri. Ona görə D variantı yanlış fikirdir. Düzəltmə isim feildən yaranıb, bəli, sevmək feilindən sevgi ismi yaranıb. Bu da düzgündür. 13. Tabiəsizlik əlaqəsi olan cümləni müəyyənləşdirək. Neçə gün idi ki, ondan cavab gözləyirdim. Ümumiyyətcə, tabiəsizlik əlaqəsi istəyirsə, bu cümlədə həmcins üzvlər olmalıdır. Birinci cümlə tabeli mürəkkəb cümlədir. Böyük maraq və diqqətlə yazıları nəzərdən keçirdi. Maraq, diqqətlə, həmcinslər var, tabiəsizlik əlaqəsi var ikinci cümlədə. Elm yaxşı zamanlarda sərvət, pis zamanlarda isə sığınacaq və yol göstərəndir. Yaxşı zamanlarda sərvət, pis zamanlarda sığınacaq və yol göstərəndir. Bu cümlədə də həmcins üzv var. Ona görə üçü də götürəcəyik. Həmcins varsa tabiəsizlik əlaqəsi var cümlədə. O gördü ki, hamı təcrübə içindədir. 1 ilə 4-də həmcins yoxdur. Tabiəsizlik əlaqəsi yoxdur bu cümlələrdə. Bizim məqsədimiz sizin uşaqlarınızı oxutmaq, onlara elm öyrətməkdir. Oxutmaq, elm öyrətmək. Bunlar həmcins xəbərlərdir. Demək, həmcinslər var burada da, ona görə 5 də olacaq. 2, 3, 5. 15-də isə bizə deyir ki, hansı sözlərin leksik mənası düzgün verilmişdir. Müntəzir, gözləyən, intizar içində olan. Demək, birinci düzdür. Bir. Mücəssəmə hər hansı bir xüsusiyyəti təcəssüm etdirən adam. 2. Düzdür. Senzura mətbuat üzərində nəzarəti həyata keçirən vəzifəli şəxs yox. Mətbuata nəzarət edən dövlət idarəsidir. 3 olmaz. Traktat nöqsanları, çirkin əməlləri istehza edib pisləyən qəzet məqaləsi. Traktat beynəlxalq müqavilə sazişdir. 4 də olmaz. Ülfət, mehriban, münasibət, dostluqdur. Düzgün verilənlər 1, 2 və 5-dir. Bu qədər yoldaşlar.